İnşallah bugünkü yeməyimiz Hindistan mətbəxinə aiddir. Chicken curry düzəltmişik. Tərkibində irənli biberlər, toyuq əti, qaymaq, curry sosu, tozu yəni, yaşıl qalıqdan istifadə olunur. Biz Türk mətbəxinə alıb hellim lokça çıxartır. Hellim pendirlər ızqara tavasında qızardılır. Tərkibində ceri, pomidor, xiyar, qarğıdalı, yaşıl biber, bir də kahınla iceberg olur. Sos kimi zeytin yağı ilə limon suyu əlavə edirik. Buyurun olsun. Aha, kim danışa bilər başqa menyunu? Başqa kiminsə sualı varsa verə bilər sualı. Bu qatarımızdakı Hindistandan gəlib deyə biz də Hindistan mətbəxini keçirik ki, maraqlı olsun yeməklərimiz. Bir opa götürə bilərəm, nə demək? Bu da mənə yeni yapararsan.